Qoç. Sevdiklərinizlə fikir ayrılıqlarından tam qaçmaq mümkün olmasa da, ciddi qarşıdurmaların baş verməsi ehtimalı azdır. Günün əvvəli mühüm qərarlar vermək üçün uyğun deyil. Bəzi çətinliklər yaşansa da, onların öhdəsindən uğurla gələcəksiniz. Bir çox qoç bugün qeyri-adi dərəcədə cəlbedici olacaq, bu isə insanlarla münasibətlərinizə müsbət təsir göstərəcək. Yeni tanışlıqlarda qarşı tərəfdə xoş təəssürat yaratmaq asan olacaq. Günün ikinci yarısı kifayət qədər uğurlu keçəcək. Nüfuzlu insanlarla faydalı tanışlıqlar qurmaq və əlaqələrinizi genişləndirmək şansı olacaq. İntuisiyanız ünsiyyətdə kömək edəcək, onun məsləhətləri sayəsində siz tez bir zamanda yeni tanışlar haqqında düzgün təəssürat yaradacaqsınız, başqalarının fikrində nə olduğunu başa düşəcəksiniz. Nə evdə, nə də işdə qarşısı alınmaz fikir ayrılıqları olmayacaq. Bəzi gərgin anlar mümkündür, lakin siz gərginlikləri yumşaltmaq üçün bir yol tapacaqsınız. Uğurlu təsadüflər sizin üçün cəlbedici peşəkar perspektivlər aça bilər. Həmişəkindən daha çox işlər çıxacaq olacaq, lakin siz onların öhdəsindən tez gələcəksiniz. Pul gəliriniz də ola bilər. Şəxsi münasibətlərdə dəyişikliklər mümkündür. Bugün siz çətin ki, sevdiklərinizə istədiyiniz qədər diqqət yetirəsiniz. Ola bilsin ki, gözlənilməz hallara görə bəzi razılaşmalar pozulsun. Mövcud vəziyyəti vaxtında müzakirə etmək vacibdir. Bu, iddialardan və qarşılıqlı narazılıqlardan qaçmağa imkan verəcək. Xırda şeylərdən narahat olmasanız, işiniz yaxşı olacaq. Ətrafınızda baş verənlərdən asılı olmayaraq soyuqqanlılığınızı qorumağa çalışın. Bu, uğur qazanmağa, xoşagəlməz anlaşılmazlıqlardan qaçmağa kömək edəcək. Xüsusilə uzaqdan gəlmiş insanlarla vacib görüşlər üçün əla gündür. Onlarla tez bir zamanda ümumi dil tapacaqsınız, bəzi vacib məsələlərdə razılaşa biləcəksiniz. Ola bilər ki, onlar maraqlı nəsə təklif etsinlər və siz imtina etmək istəməyəcəksiniz. İntuisiyanıza qulaq asın, o sizə ən yaxşı şəkildə necə davranacağınızı mütləq söyləyəcək. Pulla ehtiyatlı olun, alışların uğurlu olma ehtimalı azdır, israfçılıq etməyiniz mümkündür. Bəziləri tez unudulan, keçici arzuların yerinə yetirilməsi üçün əhəmiyyətli məbləğlər xərcləyə bilərlər. Günün başlanğıcının xüsusilə məhsuldar olacağı ehtimalı azdır, lakin çoxlu müsbət emosiyalar verəcək. Bu yaxınlarda xırda şeylərdən narahat olan və ya bəzi xoşagəlməz şeylər haqqında çox düşünənlərin də əhvalı yaxşılaşacaq. Darıxdırıcı və çətin bir işi götürməyə tələsməyin. Günün ikinci yarısı görüşlər, bəzi birgə layihələrdə iştirak, həmçinin yaxınlarınızla ümumi planları müzakirə etmək üçün münasibdir. Başqalarının sizdən nə istədiyini və nə gözlədiyini başa düşmək sizin üçün asan olacaq. Ən çətin suallara belə hər kəsin bəyənəcəyi cavablar tapa biləcəksiniz. Bəzi çətinliklər istisna edilmir, lakin müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Təşəbbüskar olmaqdan və fikirlərinizi bölüşməkdən çəkinməyin. Sonda dostunuza çevrilməsi gözlənilən etibarlı müttəfiqlər tapmaq şansınız var. Əvvəllər ortaq dil tapmadığınız insanlarla belə yaxşı yola gedəcəksiniz. Nağd pul daxil olmaları ehtimal olunur və onlar gözlədiyinizdən də çox ola bilər. Bugün alış-veriş üçün, o cümlədən böyük alış-veriş üçün əlverişlidir. Yalnız özünüz üçün deyil, həm də yaxınlarınız üçün yaxşı əşyalar seçə bilərsiniz. Hədiyyələrinizi hər kəs bəyənəcək. Buğa. Ehtiyatlılıq və incə yanaşma bugün sizin əsas üstünlükləriniz olacaq. Səhər saatlarında başqaları ilə harmoniyada olmaq çətin görünə bilər, lakin mübahisələrdən qaçmaq və yaxınlarınıza qarşı tələbkar olmamaq vacibdir. Bir çox buğalar xırda detallara həddindən artıq fikir verəcək və hər şeyi şəxsi qəbul etməyə meyilli olacaqlar. Zamanla sakitləşəcək və daha pozitiv düşünməyə başlayacaqsınız. Bugün yeni sahələrdə özünüzü sınamaq və gizli istedadlarınızı ortaya çıxarmaq üçün münasib zamandır. Təhsil və yeni biliklərə yiyələnmək asan olacaq, əldə etdikləriniz gələcəkdə sizə fayda verəcək. Sizi uzaqdan xoş və planlarınıza təsir edəcək xəbərlər gözləyir. Nəyisə sonraya təxirə salmaq lazım gələcək və siz buna sevinəcəksiniz, çünki diqqətinizi daha maraqlı şeylərə yönəltmək imkanı olacaq. Başqaları ilə çətinlik çəkmədən yola gedəcəksiniz, hətta əvvəllər hər hansı bir xırdalıq üstündə mübahisə etdiyiniz insanlarla da razılaşacaqsınız. Gün iş və bizneslə bağlı məsələlərin müzakirəsi üçün mükəmməldir. Ancaq bəzi şəxsi məsələlərdən də danışmaq faydalı olacaq. Sizi yaxşı tanıyan bir insan sizə necə davam edəcəyinizi söyləyəcək.
Gün xoş təəssürat yaratmaq istədiyiniz insanlarla ünsiyyət üçün münasibdir. Əvvəllər sizi başa düşməyən, hətta sizi dinləmək belə istəməyənlərlə də tez anlaşa biləcəksiniz. Yəqin ki, dostluq və ya romantik münasibətlərin başlanğıcı olacaq. Həmişəkindən daha çox işləriniz olacaq. Mümkündür ki, başqalarının səhvlərini düzəltməli, başqa insanların günahı ucbatından yaranmış problemləri həll etməli olasınız. Bu, əyləncəli olmayacaq, amma əla iş görəcəksiniz. Günün ikinci yarısı gözlənilməz mənbələr də daxil olmaqla nağd pul gəlirləri vəd edir. Ciddi və vacib bir işlə məşğul olun. İstədiyiniz nəticəyə nə qədər tez nail ola biləcəyinizə və bunun üçün nə qədər az səy tələb olunduğuna özünüz də təəccüblənəcəksiniz. Bəxt sizin tərəfinizdə olacaq, onun dəstəyi sizə heç ümid etmədiyiniz yerdə uğur qazanmağa kömək edəcək. Həm biznesdə, həm də şəxsi münasibətlərdə təşəbbüs göstərmək yaxşıdır. Günün ilk yarısında sizi maraqlı görüşlər gözləyir. İkincisində yəqin ki, özünüzlə tək qalmaq istəyəcəksiniz. Bu şəkildə daha yaxşı dincələcək, gücünüzü daha sürətlə bərpa edəcəksiniz. Bu zaman təhsil və yaradıcılıq axtarışları üçün münasib zaman olacaq. Danışıqlar üçün əla gündür. Müxtəlif insanlarla tez anlaşa biləcəksiniz. Əvvəllər sizi kiçik hesab edənlər səhv etdiklərini etiraf edəcək və münasibət qurmaq istəyəcəklər. İntuisiyanız sizə kiminlə yaxın və kimdən uzaq olmalı olduğunuzu söyləyəcək. Sizi sevindirəcək gözlənilməz xəbərlər mümkündür. Bəzi təxminlərinizdə haqlı olduğunuzu öyrənəcəksiniz, hər şeyi düzgün etdiyinizə əmin olacaqsınız. Axşam sevdiyiniz insanla görüş üçün münasibdir. Birlikdə səyahətə çıxa bilərsiniz, hər ikiniz üçün yadda qalan olacaq. Sakit gün gözlənilir. Bu günün xüsusilə məhsuldar olacağını deyə bilmərik, lakin olduqca xoş olacaq. Vacib məsələlərin müzakirəsi arzu olunmazdır. Əgər hələ də bunu etməlisinizsə, nəzərə alın ki, verilən qərarlar çətin ki, yekun olsun. Vədlər verməmək daha yaxşıdır. Çox güman ki, onlara əməl etmək indi düşündüyünüzdən daha çətin olacaq. Kiçik ailə daxili fikir ayrılıqları mümkündür, çünki qohumlar sizi həmişə düzgün başa düşmürlər. Bəzən bezdirici olur, amma siz emosiyalarınızı nəzarətdə saxlamağı bacarırsınız. Ən kritik anlarda yumor hissi köməyinizə gəlir. Əkizlər. Həvəsiniz və müsbət yanaşmanız sayəsində hər bir işin öhdəsindən gəlmək mümkündür. Yaxınlarınızla vacib məsələləri açıq şəkildə müzakirə etmək yaxşı nəticə verəcək. Bəzi əkizlər fərqli fikirlərə açıq olub onları qəbul edə biləcək, nəticədə isə daha ağıllı qərarlar verəcəklər. Heç bir şeyə tələsməyə ehtiyac yoxdur. Planlarınızı dəyişdirməyə vadar edəcək gözlənilməz hadisələr mümkündür. İş və ya bizneslə bağlı perspektivli təkliflər ala bilərsiniz. Axşam isə həm artıq əşyalardan, həm də köhnəlmiş düşüncələrdən qurtulmaq üçün əlverişlidir. Gün sizi xoş görüşlər və maraqlı tanışlıqlarla sevindirəcək. Müxtəlif insanları sevindirə biləcəksiniz. Yeni dostlar qazanmağınız mümkündür və romantik bir hekayənin başlanğıcı da tamamilə mümkündür. Siz işlərdə tələsməməyə üstünlük verəcəksiniz və düzgün olanı edəcəksiniz. Bu, özünüzə inamı artıracaq. Biznes sferasında yaxşılığa doğru dəyişikliklər mümkündür. Biliyiniz qiymətləndiriləcək, nüfuzunuz artacaq. Bəziləri güclü insanların dəstəyini alacaq və çoxdan planlaşdırdıqlarını yerinə yetirəcəklər. Çoxlarının bəyənəcəyi gözəl ideyalarınız olacaq. Dostlarınıza və ya qohumlarınıza qeyri-adi bir şey təklif etsəniz, şübhəsiz ki, məmnuniyyətlə razılaşacaqlar. Birgə tətil, bir növ səyahət və ya qeyri-adi əyləncə planlaşdıra bilərsiniz. Köhnə dostlarla görüş sizi ruhlandıracaq. Bir neçə iş tapşırığını həll etməlisiniz, bunlar arasında çox çətinləri də ola bilər. Hər şeyin öhdəsindən mükəmməl gələcəksiniz, əvvəllər qazandığınız təcrübə kömək edəcək. Əsas odur ki, tələsməyin. Vacib sualların cavabları həmişə üzdə olmur. Səhər eyni anda min bir şey haqqında düşünməli olacaqsınız və həqiqətən nəyin vacib və təcili olduğu və nəyin gözləyə biləcəyi dərhal aydın olmayacaq. Ancaq tarazlığınızı itirməyəcəksiniz, nikbin və uğura inamlı qalacaqsınız. Digərləri bunu çox bəyənəcək, çoxları kömək etmək istəyəcək və bu faydalı olacaq. Daha sonra sakit saatlar gələcək. Diqqətinizi bəzi vacib məsələlərə yönəldə, son vaxtlar sizi və yaxınlarınızı narahat edən məsələləri həll edə bilərsiniz.
Köhnə tanışlarla ünsiyyətdən məmnun qalacaqsınız, xoş xəbərlər və maraqlı təkliflər olacaq. Gün yaradıcı yanaşma tələb edən istənilən fəaliyyət üçün mükəmməldir. Siz çox şeyə ətrafınızdakilardan fərqli baxırsınız və bugün bu sizin üstünlüyünüzə çevriləcək və hədəflərinizə tez çatmağınıza kömək edəcək. Həyatda böyük dəyişikliklərə səbəb olacaq qeyri-adi görüşlər, tanışlıqlar istisna deyil. Bəzi ev işləri gözlənilmədən yarana bilər. Onlarla tez bir zamanda məşğul olacaqsınız, lakin vaxtınız çatsın deyə yenə də planlarınızı biraz tənzimləməlisiniz. Dostlarla ünsiyyət üçün vaxt olacaq, xoş emosiyalar bəxş edəcək. İstirahət etməyin vaxtıdır. Bugün yeni işə başlamaq, mühüm məsələləri həll etmək və ya xoş təəssürat yaratmalı olduğunuz insanlarla görüşmək üçün uyğun deyil. Siz zaman-zaman nəticə çıxarmağa tələsirsiniz, ona görə də ən sadə situasiyalarda belə səhv edə bilərsiniz. Başqalarının məsləhətləri bəzən faydasız olacaq və demək olar ki, həmişə yersiz olacaq. Öz daxili səsinizə qulaq asmaq daha yaxşıdır, o halda səhv etməyəcəksiniz. Dostlarla xoş vaxt keçirmək, son vaxtlar darıxdığınız insanları görmək fürsəti yaranacaq. Maraqlı səfərlər mümkündür. Mənzərənin dəyişməsi ruhlandırıcı olacaq. Xərçəng. Gün ərzində hər şey hamar getməyəcək, amma çox iş görə biləcəksiniz. Səhər məişət problemləri ilə məşğul olmalı və işləri uzatmadan həll etməyə çalışmalısınız. Bütün xərçənglər sevdikləri ilə ortaq dil tapa bilməyəcək. Keçmişdəki anlaşılmazlıqlar yada düşə bilər və bu yeni münaqişələrə yol aça bilər. Səbirli olub soyuqqanlılığınızı qoruyaraq bu gərginliyi azaltmaq mümkündür. Axşam gələcəklə bağlı planlar qurmaq üçün münasib vaxtdır. Nə əldə etmək istədiyinizi və bu məqsədə necə çatacağınızı düşünmək faydalı olacaq. İnsanlarla ünsiyyət qurmaq, onlara yanaşma tapmaq bacarığı bugün sizə çox faydalı olacaq. Adətən təmas qurmaqdan çəkinən və hər hansı təklifi dərhal rədd edənlərlə də birgə hərəkətləri razılaşdırmaq mümkün olacaq. Köhnə əlaqələri bərpa edə, mübahisə etdiyiniz insanlarla barışa bilərsiniz. Maddi gəlirləriniz ola bilər. Hədiyyələr də istisna edilmir. İşdəki uğurlar kiçik olacaq, lakin siz onlardan razı qalacaqsınız, çünki daha əhəmiyyətli qələbələrin uzaqda olmadığı aydınlaşacaq. Qərar verməkdə tələsməyin. Səhər bütün vacib sualların cavablarını bildiyiniz görünə bilər, amma bu belə deyil. Özünüzə biraz vaxt verin, sakitləşmək, düşüncələrinizi cəmləmək, mövcud vəziyyət haqqında düşünmək lazımdır. Tezliklə necə davam edəcəyinizi başa düşəcəksiniz. Planınızın həyata keçirilməsi üçün dərhal əlverişli şərait yaranacaq. Gün maliyyə məsələlərinin həlli üçün münasibdir. Pulla əlaqəli hər şeydə intuisiyaya arxalana bilərsiniz, o sizi ruhdan salmayacaq. Uğurlu alış-veriş etmək imkanı yaranacaq. Bəziləri yeni gəlir mənbəyi tapacaqlar. Böyük ideyalar və mühüm kəşflər günüdür. Bugün alacağınız xəbərlər planlarınıza təsir edə bilər. Əvvəlcə nəyə diqqət yetirmək və nəyi təxirə salmaq lazım olduğu bəlli olacaq və bundan çox sevinəcəksiniz. Əzmkarlığınız sayəsində mühüm məsələlər həll olunacaq. Həmişəkindən daha çox diqqət mərkəzində olacaqsınız. Başqaları əvvəllər diqqətdən kənarda qalan cəhətlərinizi görəcəklər. Xoş tanışlıqlar istisna deyil, dostluq və ya romantik münasibətlərin başlanğıcı mümkündür. İntuisiyanız bugün ilk dəfə qarşılaşdığınız insanlar haqqında düzgün təəssürat yaratmağa kömək edəcək. Bu əlverişli gün müxtəlif işlər üçün mükəmməldir. Hadisələr gözlədiyiniz kimi inkişaf etməyə bilər, lakin buna görə heç bir çətinlik olmayacaq. Vəziyyəti yaxşı idarə etmək bacarığınız var, düzgün qərarlar verirsiniz, hər şey yaxşı gedəcək. Dostlarla söhbət etməkdən həzz alacaqsınız. Münaqişədə olduğunuz insanla barışmaq şansı yaranacaq. Köhnə incikliklərdən əsər-əlamət qalmayacaq, bir-birinizə deyəcək sözləriniz mütləq olacaq. Bəzi yeni ümumi maraqlar və məqsədlər ortaya çıxa bilər ki, bu da fikir ayrılıqlarını unutduracaq. Uğurlu gün var qarşıda. Hadisələr həmişə istədiyiniz qədər sürətlə inkişaf etməyəcək, lakin bu sizi çaşdırmayacaq və planlarınızdan əl çəkməyə məcbur etməyəcək. Adımlar haqqında düşünmək, vəziyyəti öyrənmək və ən yaxşı şəkildə necə davranacağınızı anlamaq üçün vaxtınız var. Faydalı bir şey öyrənmək, tezliklə işə yarayacaq təcrübə qazanmaq şansınız olacaq. Siz çətinliklərdən qorxmursunuz və başqaları bu cəhətinizi bəyənir.
Çoxları planlarınızı həyata keçirməkdə sizə kömək etmək istəyəcək. Gün həm işgüzar, həm də əyləncə xarakterli səfərlər üçün münasibdir. Şiir. Enerji və iradəniz bugün çox şeyi həll etməyə kömək edəcək, amma bu güc bəzi çətinlikləri də özü ilə gətirə bilər. Yaxınlarınızla fikir ayrılığı səbəbilə mübahisələr yaşana bilər. Eyni zamanda artıq sizin üçün dəyərini itirmiş düşüncə və münasibətlərdən qurtulmağın vaxtıdır. Bir çox şiir bugün qeyri-adi dərəcədə iddialı olacaq və bu enerjini doğru istiqamətə yönəltmək önəmlidir. Axşam saatları ortaq maraqlar paylaşdığınız dostlarla görüşmək üçün əladır. Birlikdə perspektivli layihələr planlaşdıra bilərsiniz. Sizi ailədə xoş hadisələr, eləcə də ən əziz insanlarla bağlı xoş xəbərlər gözləyir. Son zamanlar hər kəsi narahat edən problemlər gözlənilmədən həll olunacaq. Yeni planlar yaranacaq, onların həyata keçirilməsində təkcə siz deyil, dostlarınız da maraqlı olacaqlar. Bugün hər şeyi tələsmədən müzakirə etmək, ilk olaraq nə edəcəyinizə qərar vermək mümkün olacaq. Gün işgüzar danışıqlar üçün mükəmməldir, onları parlaq keçirəcəksiniz. Hətta əvvəllər tamamilə fərqli şərtlər tələb edən insanlar da sizin təkliflərinizlə razılaşacaqlar. İstənilən problemin həllində yaradıcı olmağa çalışacaqsınız və bu istədiyiniz nəticəni tez gətirəcək. Vacib məsələləri müzakirə etmək lazımdırmı? Bunu ən rahat atmosferdə etməyə çalışın, inandırıcı arqumentlər ortaya qoymaq, uzun-uzadı mübahisə etmədən yola vermək və hamını haqlı olduğunuza inandırmaq daha asan olacaq. Əvvəllər yalnız işgüzar xarakter daşıyan münasibətlər daha qeyri-rəsmi, demək olar ki, mehriban xarakter alacaq və siz buna sevinəcəksiniz. Planlaşdırılan bütün işlərlə tez bir zamanda məşğul olmaq mümkün deyil. Hətta adi vəzifələri həll etmək həmişəkindən daha çox vaxt apara bilər. Tələsməməyə çalışın. Xırda detallara qarşı lazımi qədər diqqətli olsanız, hər şey düzələcək. Gün mükəmməldir. Sizə faydasız görünsə belə, yeni maraqlı bir iş görməyə imkan verəcək. Yaxşı vaxt keçirəcəksiniz və eyni zamanda tezliklə faydalı olacaq bir şey öyrənəcəksiniz. Qeyri-adi görüşlər, eləcə də bir çox tanış vəziyyətlərə fərqli baxmağa kömək edən tanışlıqlar mümkündür. Dostlar və digər yaxın insanlar sizinlə ünsiyyətdən məmnun olacaqlar. Xoş mövzularda danışmağa çalışın. Bugün zarafat və əyləncə üçün çoxlu səbəblər olacaq. Ciddi məsələlərin müzakirəsini təxirə salmaq daha yaxşıdır. Vacib məsələlərin həlli üçün əla gündür. İntuisiyanız düzgün cavabları tez tapmağa kömək edəcək, düşünməyə çox vaxt sərf etmək lazım deyil. Bundan əlavə, başqaları sizi mükəmməl başa düşəcək, yəni aşkar detalları izah etməyə ehtiyac qalmayacaq. Təkcə özünüz üçün deyil, başqaları üçün də çox faydalı işlər görməyə vaxtınız olacaq. Kiçik pul gəliri ehtimalı var, köhnə borcunuz geri qaytarıla bilər, çoxdan görülən işlərə görə ödəniş oluna bilər və ya heç bir səbəb olmadan sadəcə kiçik bir məbləğ bağışlaya bilərlər. Aldığınızı xərcləməyə tələsməyin, bugün plansız alışlar üçün uyğun deyil. Çox da məhsuldar gün deyil, lakin olduqca əlverişli zaman kəsimidir. Asan gündəlik işlər, az səylə və ya heç bir səy göstərmədən həll edə biləcəyiniz məsələlər üçün yaxşıdır. Gözlədiyinizdən daha çox iş görəcəksiniz, çünki diqqətiniz yayınmayacaq. Tamamilə yeni bir işdə götürə bilərsiniz, amma əvvəlcə çətin anda kömək üçün kimə müraciət edə biləcəyinizi bilməyiniz lazımdır. Xoş görüşlər, gözlənilməz səfərlər mümkündür. Gün əvvəllər gərginləşmiş münasibətləri bərpa etmək üçün münasibdir. Qız. Bugün müxtəlif insanlara təsir etmə qabiliyyətiniz yüksək olacaq. Bir çox qız bürcü nümayəndəsi emosional yüksəliş hiss edəcək, bu da onlara planlaşdırdıqları işləri gözlənildiyindən tez başa çatdırmağa imkan verəcək. Çölə çıxmaq və sosiallaşmaq üçün əlverişli gündür. Marağınız olan insanlarda asanlıqla xoş təəssürat yaradacaqsınız. Bu tanışlıqlar gələcəkdə dostluq, əməkdaşlıq və ya hətta romantik münasibətə çevrilə bilər. Axşam yaxınlarınızla səmimi söhbətlər üçün əlverişlidir. Qarşılıqlı anlayış artacaq, münasibətləriniz daha da möhkəmlənəcək. Bəlkə də bugün həyatınızda nəyisə kökündən dəyişmək istəyirsiniz. Qəti hərəkətlərə keçməyə tələsməyin, əvvəlcə bunu düşünməli, hərəkətlərinizin mümkün nəticələrini qiymətləndirməlisiniz. Yaxşı qərarlar çətin ki, dərhal ağlınıza gəlsin, hər şeyi düşünmək üçün özünüzə vaxt verin.
Gündəlik işlər həmişəkindən daha darıxdırıcı görünə bilər və tez-tez diqqətiniz yayınacaq. Ancaq yenə də ciddi səhvlər etməyəcəksiniz və kiçik səhvləri vaxtında görəcək və düzəldəcəksiniz. Maliyyə məsələlərinin həllində daha diqqətli olmağa dəyər. Bu, plansız alışlar üçün ən yaxşı gün deyil. Bu gün yaxınlarınızın dəstəyi və anlayışı sizin üçün xüsusilə vacib olacaq. Şübhəsiz ki, narahatlığınızı və şübhələrinizi kiminləsə bölüşmək, məsləhətləşmək istəyirsiniz. Sizi yaxından tanıyanlara müraciət edin, son vaxtlar hansı çətinliklərlə üzləşdiyinizi, hansı uğurlara imza attığınızı xatırlayın. İşgüzar danışıqlar yaxşı keçəcək. Bir çoxları üçün iş məsələlərini və planlarını müzakirə etmək fikirlərini toplamağa və pozitiv əhvala köklənməyə kömək edəcək. Günün ikinci yarısı heç gözləmədiyiniz mənbələr də daxil olmaqla nağd pul qazancı vəd edir. Ləngiməyin. Bugün özünüz və başqaları üçün çox faydalı işlər görəcəksiniz. Çətin vəziyyətdə qalan yaxınlarınıza dəstək olmaq, çətinliklə üzləşən birinə kömək etmək mümkün olacaq. Köhnə planı həyata keçirmək fürsəti yaranacaq və onu əldən verməyəcəksiniz. Gün qonaqları qəbul etmək üçün əlverişlidir. Həqiqi bir bayram təşkil edə bilərsiniz. Bu, uzun müddət yadda qalacaq. Sürprizlər ola bilər. Onlar son vaxtlar yaxşı əhval-ruhiyyədə olmayanları sevindirəcək. Günə narahatçılıqla başlamayın. Nəsə plana uyğun getməyə bilər, lakin bunun sizin üçün problemə çevrilməsi ehtimalı azdır. Nə qədər az narahat olsanız, vəziyyəti bir o qədər tez idarə edəcəksiniz. Müsbət tendensiyaların təsiri kifayət qədər tez artacaq, artıq günortadan sonra çox şeyin yaxşılığa doğru dəyişdiyini görəcəksiniz. Çoxdan planlaşdırılanları həyata keçirmək şansı olacaq və bunu əldən verməyəcəksiniz. Xoşladığınız bir insanla görüşmək üçün əla gündür. Düzgün təəssürat yaratmaq çətin olmayacaq, özünüzü rahat aparın və təbii cazibəniz diqqətdən kənarda qalmayacaq. Günün çox hissəsi yaxşı keçəcək. Siz həm tanış, həm də tamamilə yeni işlərlə məşğul ola bilərsiniz, hamısı sizin üçün uyğun olacaq. İdeyalarınızı həyata keçirməyə kömək edə biləcək insanlarla fikirlərinizi bölüşmək şansını qaçırmayın. Mümkündür ki, səmərəli əməkdaşlıq uzun bir dostluğun və ya gözəl bir romantik hekayənin başlanğıcını qoyacaq. Nağd pul gəlirləriniz və sərfəli sövdələşmələr mümkündür. Günün sonunda uğursuz təsadüflər, bəzi xırda problemlər mümkündür. Ancaq onlar əhvalınızı korlamayacaq və planlaşdırılan işlərin həyata keçirilməsinə heç bir halda mane olmayacaqlar. Tərəzi. Təsir edə bilməyəcəyiniz bir çox dəyişikliklərlə qarşılaşacaqsınız. Bununla belə, onların demək olar ki, hamısı müsbət nəticələr verəcək. Bir çox tərəzi üçün başqaları ilə fikir ayrılıqlarından yayınmaq çətin olacaq, lakin bu, yığılıb qalmış ziddiyyətləri üzə çıxarmaq və sonda həll etmək imkanı yaradacaq. Əgər kimləsə münasibətə son qoymaq lazım gəlsə belə, bunun ən doğru qərar olduğunu anlayacaqsınız. Günün ikinci yarısı yeni biliklər əldə etmək üçün çox əlverişlidir. Yaxın gələcəkdə işinizə yarayacaq və faydalı olacaq məlumatlar öyrənə bilərsiniz. Eyni zamanda sevindirici xəbərlər almağınız mümkündür. Həddindən artıq işləməməyə çalışın. Bugün vacib və ciddi məsələlər üçün çətin ki, münasibdir. Çox diqqətli olmayacaqsınız, nəyisə görməzdən gələ bilərsiniz. Ancaq yaxınlıqda maraqlarınızı və məqsədlərinizi bölüşən bir insan varsa, onun köməyi sayəsində hər şey yaxşı olacaq. İşgüzar və şəxsi görüşlər məyus etməyəcək. Bugün müxtəlif insanlarla ümumi dil tapmaq sizin üçün asan olacaq. Hətta son rəqibləri müttəfiqə çevirmək mümkün olacaq. Ancaq hətta xoş ünsiyyət də yorucu görünə bilər. Axşam saatlarında bəziləri tək qalmaq istəyəcəklər. Nələrsə plana uyğun getməyə bilər. Sakit qalmaq, təxribatlara tab gətirmək və ideyalarınızdan vaxtından əvvəl imtina etməmək vacibdir. Əgər israr etsəniz, şübhəsiz ki, məqsədinizə çatacaqsınız. Köhnə bir rəqibi məğlub etmək şansı olacaq. Hər kəs sizin nəyə qadir olduğunuzu görəcək. Ola bilər ki, tezliklə sizə maraqlı təkliflər gəlsin. Yaxşı olar ki, tanımadığınız adamlarla şəxsi məsələləri müzakirə etməyəsiniz və sirlərinizi bölüşməyəsiniz. Bu, əhvalınızı poza biləcək lazımsız tənqidlərdən, xoşagəlməz söhbətlərdən qaçmağa imkan yaradacaq. Səfərlər yaxşı nəticələnəcək, həm planlaşdırılanlar, həm də tələsik alınanlar. Mənzərənin dəyişməsi ruhlandırıcı olacaq.
Bir çox tərəzilər də faydalı məlumatlar əldə edə və ya evdən uzaqda yaxşı alış-veriş edə biləcəklər. Xırda şeylərə qapılmamağa çalışın. Təəssüf ki, bugün kiçik çətinliklərdən qaçmaq mümkün deyil. Ancaq onlara görə narahat olmasanız, vəziyyət tez bir zamanda yaxşılığa doğru dəyişəcəksiniz və yaranan bütün problemlər öz-özünə həll ediləcək. Axşam yaxınlarınızla ünsiyyət üçün əlverişlidir. Sizi narahat bir gün gözləyir. Qaçmaq istədiyiniz söhbətlər çox vaxt aparacaq, lakin şərait buna imkan verməyəcək. Səbrli olun, emosiyalara qapılmamağa çalışın və xırda şeylər üzərində mübahisə etməyin. Bugün bir çoxları başqasının fikrini sakitcə dinləmək və öz işlərini görmək bacarığına ehtiyac duyacaq. Günortadan sonra istirahət etmək, adi işlərdən uzaqlaşmaq və özünüzü neyləsə sevindirmək fürsəti yaranacaq. Bu vaxt qısa bir gəzinti və ya səyahət üçün idealdır. Sevdiyiniz insanla birlikdə hər ikiniz üçün maraqlı olan yerə baş çəkə bilərsiniz, çoxlu canlı təəssüratlar alacaqsınız. Hər şey yaxşı gedəcək, narahatçılıq və təşviş üçün ciddi səbəblər yoxdur. Bəzi köhnə fikirlərə qayıda bilərsiniz və indi onları gerçəkləşdirmək üçün şansınız var, köhnə dostlar kömək etməyə hazırdırlar. Son zamanlar münasibətləriniz asan olmayan insanlar sizə yaxınlaşmağa çalışacaqlar. Bəziləri səfərə getməli olacaqlar. Amma buna sevinəcəyinizi söyləmək olmaz, bununla belə nəticədən razı qalacaqsınız. Pul daxil olmaları mümkündür, o cümlədən əhəmiyyətli gəliriniz də ola bilər. Əldə etdiyinizi xərcləməyə tələsməyin. Hər şeyin öz vaxtı var. Əqrəb. Əgər çox sərt və tələbkar olmazsınızsa, gün uğurlu keçəcək. Yaxın ətrafınızdakı insanlarla onların səhv etdiyini düşünsəniz belə mübahisə etməməyə çalışın. Bir çox əqrəblər qeyri-adi dərəcədə inandırıcı və cazibədar olacaq, bu da yeni tanışlarla tez bir zamanda ümumi dil tapmağınıza kömək edəcək. Qısa səfərlər həm tək başına, həm də yaxın biri ilə birlikdə olduqca uğurlu keçəcək. Günün ikinci yarısı mühüm qərarlar üçün münasib zaman deyil. Bunun əvəzinə ev işlərinə vaxt ayıra və uzun müddətdir görmədiyiniz qohumlarla ünsiyyət qura bilərsiniz. Sizi xoş gün gözləyir. O, şübhəsiz ki, yaxın gələcəkdə həyata keçirilə biləcək xoş ideyalar gətirəcək. Planlarınız çoxlarının xoşuna gələcək, onların həyata keçirilməsində kömək etmək istəyənlər olacaq. Ümumi işlər dostluq və ya romantik münasibətlərə yol aça bilər. Gün peşəkar tədbirlərə baş çəkmək üçün idealdır. Seminarlar, konfranslar və təcrübəniz haqqında danışmaq, başqaları üçün maraqlı olacaq məlumatları bölüşmək faydalıdır. Uğurlarınız diqqəti cəlb edəcək və tezliklə işgüzar təkliflər alacaqsınız. Heç kimdən göstəriş gözləmədən improvizasiya, yarı yolda qərar qəbul etmək, müstəqil hərəkət etmək bacarığına mütləq ehtiyacınız olacaq. Uzun müddət əvvəl əldə etdiyiniz təcrübə səhvlərdən qaçmağa kömək edəcək. İndi düşdüyünüz vəziyyətlə bir vaxtlar çıxış yolu tapdığınız vəziyyət arasında oxşarlıqları tez bir zamanda görəcəksiniz. Bugün hərəkətləriniz böyük diqqət cəlb edəcək. Şübhəsiz ki, sizi daha yaxından tanımaq istəyənlər olacaq. Tezliklə kiminləsə dostlaşacaqsınız və romantik bir hekayənin başlanğıcı istisna deyil. Həm planlı, həm də tamamilə gözlənilməz çoxlu görüşlər olacaq. Ancaq onların əksəriyyəti xoş olacaq. Uzun müddətdir sizi maraqlandıran mövzulardan danışa, darıxdığınız insanlarla ünsiyyət qura biləcəksiniz. Köhnə əlaqələri bərpa etmək, mübahisə etdiyiniz şəxslərlə barışmaq şansı olacaq. Romantik münasibətlərdə təşəbbüsü ələ almaq mütləq faydalı olacaq. Görüşləri günün ikinci yarısına planlaşdırmaq daha yaxşıdır. Bu zaman düşüncələrinizi toparlamaq daha asan olacaq, istədiyiniz nəticəni əldə etməyin nə qədər asan olduğunu tez təxmin edəcəksiniz. Bugün gözlədiyinizdən daha çox iş olacaq, ola bilər ki, onlara görə bəzi planlaşdırılmış əyləncələrdən imtina etməli, görüşləri yenidən planlaşdırmalı olacaqsınız. Ancaq bu, çətin ki, sizi çox narahat etsin, çünki maraqlı bir işə qoşulacaqsınız. Bəziləri də yaxın gələcəkdə onlar üçün çox faydalı olacaq təcrübə qazanacaqlar. İstənilən görüş əla olacaq, həm planlaşdırılmış, həm də son anda qərar verdiyiniz görüşlər. Müxtəlif insanlarla tez bir zamanda ümumi dil tapacaqsınız və çoxlarında silinməz təəssürat yaradacaqsınız. Çətin gündür. Yolda maneələr həmişəkindən daha tez-tez yaranacaq və onları aradan qaldırmaq üçün çox səy göstərməlisiniz. Heç kim sizə kömək etməyəcək.
Siz həmişə müstəqil hərəkət etməyə hazırsınız, lakin bəzən imkanlarınızı həddindən artıq qiymətləndirirsiniz. Artıq bir neçə dəfə çətinliklərlə üzləşmiş insanlar üçün daha asan olacaq. Əvvəlki təcrübə çox fayda verəcək. Günün ikinci yarısında sağlamlığınızı bərpa etmək üçün fasilə vermək faydalı olacaq. Bəzi xoş fəaliyyətlərə vaxt ayırın, o cümlədən dostlarla görüşmək də xoş olacaq. Ox atan. Səhər saatlarından etibarən yüngüllük və emosional yüksəliş sizi müşayiət edəcək. Uzun müddətdir təxirə saldığınız bir çox məsələləri bugün asanlıqla həll edə biləcəksiniz. Bir çox ox atanlar ev işləri ilə məşğul olmalı, yaxınlarına dəstək verməli olacaqlar və bu onları yormayacaq. Dostlarınız da işlərinizdə fəal iştirak edəcək və bu sizin üçün faydalı olacaq. Gözlənilməz və cazibədar imkanlar ortaya çıxa bilər. Eyni zamanda nüfuzlu və faydalı insanlarla əlaqə qurmaq şansı da yaranacaq. Çətin ki, bugün mübahisələrdən qaça biləsiniz. Yalnız düzgün fikirlər söyləsəniz belə, kimsə mütləq sizə etiraz etmək istəyəcək. Həyəcanlanmamaq vacibdir. Xoş niyyətinizi qoruyun, həm söhbətləri diqqətlə dinləyin, tənqidi iradları sakitliklə qəbul edin. Bu, ən inadkarları inandırmağa və münaqişədən qaçmağa kömək edəcək. Təkcə özünüz üçün deyil, başqaları üçün də çox faydalı işlər görə biləcəksiniz. Çətin vəziyyətə düşən insana kömək etmək mümkün olacaq və buna çox sevinəcəksiniz. Sosial tədbirlərdə iştirak sizə maraqlı tanışlıqlar etməyə imkan verəcək. Çox qeyri-adi insanlarla tanış ola və istəsəniz, onlarla dostlaşa biləcəksiniz. Bir çox hadisələrə yeni prizmadan nəzər salmağınıza kömək edəcək və sonradan həyatınızda mühüm rol oynayacaq bir əlaqənin başlanğıcı ola bilər. İlk baxışdan sevgi də mümkündür. Bununla belə, bu sizə ağlı başında qalmaq zərurətini unutturmayacaq. İşgüzar münasibətləri inkişaf etdirmək həmişə asan olmur. Həmkarlar və rəhbərliklə fikir ayrılıqları ola bilər. Hər kəsin bəyənəcəyi bir həll yolu tapmaq üçün bir az vaxt lazımdır. Səbrli olun. Başqalarının zəif cəhətlərinə rəğbət göstərməyə çalışın, bu günü daha xoş edəcək. Başqalarından çox şey tələb etməyin, düzgün iş görməyənləri sərt tənqidə məruz qoymayın. Günün əvvəlində yarana biləcək bir çox anlaşılmazlıqları yumorla qarşılayacaqsınız və bu günü daha xoş hala gətirəcək. Pulla ehtiyatlı olmaq lazımdır. Gün qəfil alışlar üçün qətiyyən uyğun deyil, israfçılıqdan qaçmaq, sizi lazım olanı dəqiq seçmək çətin olacaq. Ancaq sevgidə bəxtiniz gətirə bilər. Bu, həqiqi sevgiyə inanmayanlara da aiddir. Sadədən ən mürəkkəbə qədər bir çox işlərlə əla bacaracaqsınız. Ətrafınızdakı insanlar şübhəsiz ki, kömək təklif edəcəklər, lakin unutmayın ki, heç kim hər şeyi sizin qədər ciddi qəbul etməyəcək. Buna görə də ən vacib vəzifələri özünüz həll etməlisiniz. Şübhəsiz ki, əyləncə üçün vaxt olacaq. Dostlarla görüş üçün əla gündür, belə bir əhatədə yaxşı əylənəcəksiniz. Birlikdə kinoya və ya konsertə gedə bilərsiniz, əhvalınız dərhal yaxşılaşacaq, çoxlu canlı təəssüratlar olacaq. Çox məhsuldar gün alınacaq. Tez və qətiyyətlə hərəkət edin, indi uğur qazanmaq üçün sizə lazım olan budur. Gözlədiyinizdən daha çox görüləsi işləriniz ola bilər, lakin bu sizi narahat etməyəcək. Yeni bir işə başvurmaqdan xoşbəxt olacaqsınız, nəyə qadir olduğunuzu göstərmək üçün hər fürsətdən istifadə edəcəksiniz. Günün ikinci yarısı qeyri-adi əyləncələr, canlı təəssüratlar vəd edir. Bir çoxları üçün onlar ilham mənbəyinə çevriləcəklər. Həyatınızda mühüm rol oynaya biləcək qeyri-adi romantik hekayənin başlanğıcı da mümkündür. Oğlaq. Tələsməmək və kiçik detallara həddən artıq fikir verməmək vacibdir. Bu halda emosiyalarınıza nəzarət edə və yaxınlarınızla mübahisələrdən yayınmağı bacaracaqsınız. Bəzi oğlaqlar qohumlarına kömək etmək üçün öz işlərini bir müddətlik təxirə salmalı olacaqlar. Yeni biliklər qazanmaq və fərqli fəaliyyət növlərinə başlamaq üçün əlverişli zamandır. İlk uğurlar çox gözlətməyəcək. Özünüzə inam sayəsində bir çox çətinliklərin öhdəsindən gələcəksiniz. Ciddi məsələləri müzakirə etmək üçün münasib gündür. Ortaq məxrəcə gəlmək gözlədiyinizdən daha asan olacaq. Yeni işə başlamaq üçün yaxşı gündür. Bu, mürəkkəb və çaşdırıcı görünə bilər. Amma imtina etmək üçün əsas yoxdur.
Hər şeyi tez başa düşəcəksiniz. Bundan əlavə, yaxınlıqda təcrübəsini bölüşməyə və lazım olduqda kömək etməyə hazır olan bir adam olacaq. Qəfil səfərlər tələb oluna bilər və onlar yaxşı nəticə verəcəklər, əla vaxt keçirəcək, planlaşdırdığınız hər şeyi də yerinə yetirəcək, istədiyiniz nəticəni əldə edəcəksiniz. Uğursuz maliyyə itkisi ehtimalı var, amma narahat olmağa dəyməz, kiçik məbləğlərdən söhbət gedir. Bundan əlavə, tezliklə gözlənilməz bir mənbədən pul da alacaqsınız. Daha tez-tez təşəbbüs göstərməyə çalışın. Bugünün hadisələri həm biznes sferasında, həm də şəxsi münasibətlərdə vacib olacaq. Fikirləriniz çoxlarının xoşuna gələcək, şübhəsiz ki, planlarınızın həyata keçirilməsində kömək etmək istəyənlər tapılacaq. Qeyri-adi təkliflər də mümkündür, onlarla dərhal razılaşmaq istəyəcəksiniz və peşman olmayacaqsınız. Gün gözlədiyinizdən daha çox hadisələr gətirəcək. Çox şey diqqət tələb edəcək, ola bilər ki, bəzi xoş fəaliyyətlərə, öz hobbinizə vaxtınız qalmasın. Ancaq yaxınlarınızla ünsiyyət qurmaq fürsəti mütləq tapacaqsınız və onlar bundan çox məmnun olacaqlar. Əhəmiyyətli və mürəkkəb məsələlər üçün əla gündür. Planınız uzun müddət işləməyibsə, indi ona qayıdın, tez uğur qazanacaqsınız. Uğurlu təsadüflər, sizi bəzi maraqlı fikirlərə sövq edəcək hadisələr mümkündür. Ola bilər ki, planlarınızı dəyişmək istəyəcəksiniz, yaxınlarınız isə qərarınızı dəstəkləyəcək. Günortadan sonra kiçik bir ailə məclisi, yaxın dostlar üçün gözlənilməz ziyafət üçün əla vaxtdır. Bu, hər kəsi sevindirəcək, vaxtınızı əla keçirəcəksiniz. Gün asan və xoş keçəcək. Son vaxtlar sizi narahat edən suallara gözlənilmədən cavablar gələcək, necə davam edəcəyiniz bəlli olacaq. Özünüzü daha inamlı və azad hiss edəcəksiniz, irəliləməyə mane olan şübhələrdən uzaqlaşacaqsınız. Bəzi məişət problemlərini, məişət məsələlərini tez həll etmək mümkün olacaq. Günün birinci yarısı faydalı işlərə həsr olunacaq, ikincisində isə bəzi maraqlı və xoş fəaliyyətlərə, eləcə də çoxdandır ünsiyyətdə olmadığınız insanlarla söhbətlərə vaxt tapacaqsınız. Romantik sürprizlər də daxil olmaqla xoş sürprizlər ola bilər. Müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Xırda anlaşılmazlıqlar və çətinliklər mümkündür, lakin onlar əhvalınızı korlamayacaq və məqsədinizə çatmağınıza mane olmayacaq. Köhnə planları həyata keçirmək, əvvəllər düşünülən planları həyata keçirmək fürsəti yaranacaq. Ardıcıl və asta hərəkət edin, heç kimin diqqətinizi yayındırmasına imkan verməyin, istəmədiyiniz məsləhətlərə qulaq asmayın. Mühüm əlaqələri gücləndirmək, sizin üçün əziz olan insanlarla münasibət qurmaq fürsəti yaranacaq. Ola bilər ki, köhnə tanışlar ziyarətə gəlsinlər və maraqlı nəsə təklif etsinlər. Dolça. Sakitlik və soyuqqanlılıq istənilən işi uğurla yerinə yetirməyə imkan verəcək. Bir çox dolçalar üçün yaşlı qohumların məsləhətləri faydalı olacaq və onların vaxtında edildiyi sübut olunacaq. Qısa səfərlər üçün əlverişli zamandır, bunlar sizə yeni təəssüratlar bəxş edəcək. Düzgün insanlarla tanış olmaq və düzgün seçim etmək üçün yaxşı gündür. Günün ikinci yarısında hələ özünü doğrultmamış şəxslərə tam etibar etməyin. Bütün gözləntiləriniz reallaşmasa da narahat olmayın, sonda hər şey yaxşı olacaq. Başqalarının gücündən kənara çıxan işlərin öhdəsindən asanlıqla gələ, hər kəs üçün tamamilə ümidsiz görünən bir işi uğurla başa çatdıra bilərsiniz. Talih bugün sizin tərəfinizdə olacaq. Həqiqətən vacib bir işi öhdənizə götürmək, cəsarətli bir planı həyata keçirmək üçün bundan yararlanmağa dəyər. Günün birinci yarısı nisbətən sakit keçəcək, lakin ikinci yarıda təlaşdan qaçmaq çətin olacaq. Planlarınızı qarışdıracaq bəzi xırda məişət problemləri yarana bilər, başqalarının xatirinə bəzi işləri təxirə salmalı olacaqsınız. Ancaq ciddi çətinliklər olmayacaq və axşama qədər hər şeyi anlayacaqsınız. Köhnə dostlarla görüşməkdən zövq alacaqsınız. Söhbət üçün çox maraqlı mövzular var və bundan əlavə gözlənilmədən bəzi vacib məsələlərdə dəstək alacaqsınız. Uzun müddətdir ortaq dil tapmadığınız insanla anlaşa biləcəksiniz. Bəlkə də mübahisədən sonra barışacaqsınız. Peşəkar nöqteyi nəzərdən gün əlverişli olacaq, hətta mürəkkəb işlərin öhdəsindən tez gələcəksiniz və verdiyiniz qərarlar düzgün olacaq. Oxumaq və işləmək üçün lazım olanı ala bilərsiniz. Bu alışlara peşman olmayacaqsınız. Ancaq çox gözəl görünsələr belə faydasız şeylərə pul xərcləməyin. Vacib məsələlərin müzakirəsi üçün yaxşı gündür.
Biznes, gələcək üçün planlar, şəxsi işlər haqqında danışa bilərsiniz. İstənilən halda faydalı bir şey öyrənəcəksiniz, məntiqli məsləhətlər alacaqsınız. İlk növbədə nəyə diqqət yetirəcəyiniz bəlli olacaq və siz boş yerə vaxt itirməyəcəksiniz. Nağd pul daxil olmaları ola bilər. Onlar çox faydalı olacaq, çünki bugün çoxdan arzuladığınız bir şeyi almaq imkanınız yaranacaq. Qohumlardan biri və ya digər çox yaxın insanlarla bağlı xoş xəbərlər istisna edilmir. Vacib maliyyə məsələlərini həll edin, bugün əla işlər görəcəksiniz. Yeni gəlir mənbəyi tapmağınız və ya hobbinizlə necə pul qazanacağınızı başa düşməyiniz mümkündür. Uğurlu alışlar, sərfəli sövdələşmələr mümkündür. Amma müsbət tendensiyaların təsiri bununla məhdudlaşmır. Gün qohumlarla ünsiyyət bəzi ailə işləri üçün münasibdir. Əgər son vaxtlar münasibətlər gərgin idisə, bugün ortaq dil tapmaq, hər şey haqqında sakit danışmaq mümkün olacaq. Günortadan sonra həddindən artıq yüklənmədən qaçmaq daha yaxşıdır. Bu vaxt üçün xüsusilə yorucu bir iş planlaşdırmayın. İstirahət etmək, bəzi sağlamlıq prosedurlarını həyata keçirmək daha faydalı olacaq. Gün çətin başlayacaq. Siz tez əsəbləşirsiniz, səbirsizsiniz, başqa vaxt diqqət etmədiyiniz şeylərə tez-tez həddindən artıq sərt reaksiya verirsiniz. Bəzən bu, mübahisələrə səbəb olacaq. Daha sonra vəziyyəti düzəltməyə çalışacaqsınız və bu, şübhəsiz ki, uğur qazanacaqsınız. Ətrafınızdakılar da sizin təsiriniz altında sakitləşəcəklər. Zaman keçdikcə müsbət ab-hava güc toplayacaq. Günün ikinci yarısı xoş hadisələr gətirəcək, əvvəllər sizi narahat edən məsələləri həll etmək imkanı yaranacaq. Gələcək üçün cəsarətli planlar olacaq. Yaxın gələcəkdə onların həyata keçirilməsinə böyük həvəslə başlayacaqsınız. Balıq. Bugün dəstək almaq və faydalı əlaqələr qurmaq üçün çox münasibdir. Cəsarət və özünə inam sizi daha da gücləndirəcək. Bir çox balıqlar uzun müddətdir ertələdikləri məsələləri həll edə biləcəklər. Nüfuzlu şəxslərlə münasibət qurmaq imkanı yaranacaq. Əksər işləri tək görmək məcburiyyətində qalmayacaqsınız, etibarlı tərəfdaşlar və yaxınlar sizə kömək təklif edəcəklər. Yaşlı qohumları ziyarət etmək və evdə qonaq qəbul etmək üçün də münasib zamandır. Bu ünsiyyət həm zövq verəcək, həm də sizə faydalı məsləhətlər qazandıracaq. Səhər xırda şeylərdən narahat ola bilərsiniz, ancaq bu, planlarınızı həyata keçirməyə, lazım olan hər şeyi etməyə mane olmayacaq. Nə qədər çox yeni vəzifələr ortaya çıxsa, onların həllini bir o qədər həvəslə qəbul edəcəksiniz. Ciddi maneələr belə sizi geri çəkilməyə məcbur etməyəcək, siz mütləq onları aradan qaldırmağın bir yolunu tapacaqsınız. Günün ikinci yarısı xeyli sakit olacaq. Təhsil və yaradıcılıq, həmçinin təxəyyül tələb edən hər hansı fəaliyyət üçün mükəmməldir. Qohumlar bir çox təkliflərinizə həvəslə cavab verəcək, ehtiyac olarsa köməkdən imtina etməyəcəklər. Qələbələriniz haqqında danışmaqdan çəkinməyin. Bugün çoxları nəyə nail olduğunuzu və bunu necə bacardığınızı bilməkdə həqiqətən maraqlı olacaqlar. Yalançı təvazökarlıq faydasızdır, lakin ağıllı özünü reklam çox faydalı olacaq. Ola bilər ki, tezliklə maraqlı təkliflər alacaqsınız. Adi işlərin öhdəsindən tez gələ bilərsiniz, lakin yeniləri ilə məşğul olmaq üçün vaxt lazımdır. Hər şey dərhal yaxşı alınmayacaq, lakin səbirli olsanız, istədiyiniz nəticəni necə əldə edəcəyinizi mütləq başa düşəcəksiniz. Heç nəyi uzun müddət təxirə salmamaq daha yaxşıdır. Günün ilk yarısı uğurlu olacaq və onu səmərəli keçirməyə dəyər. Uzun müddətdir əldə edə bilmədiyiniz kiçik hədəflərə diqqət yetirmək faydalı olacaq. Onların öhdəsindən tez gələcəksiniz. Yeri gəlmişkən, kömək etmək istəyənlər mütləq olacaq və onların təkliflərini qəbul etsəniz, hər kəs üçün daha yaxşı olar. Axşam istirahət üçün əlverişlidir. Amma sizi əsəbləşdirən, təsadüfən tələsik sözlərlə və ya ironik bir ifadə ilə sizi özünüzdən çıxaran adamlarla təmasdan çəkinin. Uzun müddətdir ki, vacib bir iş götürməyi planlaşdırırdınızsa, doğru an gəldi. Vaxt itirməyin, günə çətin işlərlə və ciddi məsələlərin həlli ilə başlayın. Bugün siz əvvəllər alınmayan işlərin öhdəsindən mükəmməl gələcək, tez bir zamanda uğur qazanacaqsınız. Ola bilər ki, yeni tanışlar kömək təklif etsinlər və bu çox faydalı olacaq.